Salam əziz izləyicilərimiz, xoş gördük sizləri. Biz bu günlərim Ağdam rayonu Xındırıstan ərazi nümayəndəliyinin Dadası kəndinə gəlmişik və burada bir boş məhəllə içində də belə bir tikili var. Çox vaxtınızı almayaq. Keçək bu tikili ilə sizi də tanış eləyəcəm. Hal-hazırda 12 sot məhəllədir. Əziz izləyicilərimiz, keçək məhəlləmizdən tanış olaq. Bəli, əziz izləyicilərimiz, hal-hazırda gördüyünüz bu boş məhəllə və içində yerləşən bu tikili. Və bəli, əziz izləyicilərimiz, hal-hazırda evimizin ön hissəsi budur. Və sizin nəzərinizə bir məsələni də çatdıracağım ki, hal-hazırda bax, gördüyünüz kimi qaz xətti burada çəkilidir, hazırdır. Bax, görə bilərsiniz. Bir dənə buradan evə daxil olacaq qaz xətti və su da hazırdır. Demək olar ki, şlankı 32'li şlankla çəkili vəziyyətdə hazırdır, yəni daimi gəlir. Bəzi izləyicilərimiz, keçək evimizin otaqları ilə sizə tanış edəcəm. Boş otaqlardır. Bəzi izləyicilərimiz, zala daxil olanda birinci belə bir otaq var. İndi remont olunmalıdır. Alan özü onsuz da bura sıfırdan söktürüb ya tikdirə də bilər təzədən. Və bura daxil olanda yenə bizi bir boş otaq qarşılayır və belə bir otaq var. Altının 4'ə. Və izləyicilərimiz, hal-hazırda buradan çıxışda bir dənə də otaq var. Və buzu bir dənə də otaq burada qarşılayır. Bəli, çox böyük bir otaqları var. Evi almaq istəyən bizə müraciət eləsin. Bəzi izləyicilərimiz gedək. Məhəlləmizin hal-hazırda xətti də aktivdir, yəni qoşulmalıdır. Hazır çəkildi, indi onu da sizə göstərəcəm, tanış edəcəm. Bəli, əziz izləyicilərimiz, işıq xətti gördüyünüz kimi hazır çəkildi. Sadəcə bu evə noldan bir remont lazımdır. Hal-hazırda gördüyünüz kimi bu evin, yəni məhəllənin Wi-Fi xətti də düz məhəllənin qırağında yerləşir və asan bir şəkildə evinizə Wi-Fi da çəkdirə bilərsiniz. Və gördüyünüz kimi bu məhəllə satılır. Qiyməti də çox ucuz qiymətədir. Yəni müraciət edəndə özünüz görəcəksiniz. Özünüzə videonun üstünə qiyməti yazıb vuracaq.